Salam, hər bir kəsi salamlayır. Bugün sizlərlə birlikdə biologiya güvən testindən həzm sistemi bölməsindən olan 36-cı suala baxaq. Orta yaşlı sağlam insanın sutkalık minimum enerji tələbatının təqribən neçə faizi heyvani sualların payına düşür? Və biz bilirik ki, gün ərzində insana 85 qram zülal lazımdır. 85 qram zülal lazımdır. Bunun 48 qramı heyvani suallardır. 37 qramı bitki. Gəlin tapaq. 1 qram sulal parçalananda biz bilirik ki 17,6 kilocal enerji alır. 48 qramına görə nə qədər eləyir? X-i də taparam. 844,8. İndi gəlin hesablayaq. 10.500 kilocal enerjimiz 100%dirsə 844,8 kilocalımız görə nə qədər eləyir? X edir, cavab 8. Deməlidir.